Mingəçevir şəhərində fəaliyyət göstərən çimərlikdə insanlar rahat istirahət edə bilirlər. Əraziyə narın qum səpilib, maarifləndirici lövhələr bastırılıb. Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sularda Xilas Etmə Xidmətinin, Mingəçevir Sularda Xilas Etmə Məntəqəsinin əməkdaşları motorlu qayıqlarla əraziyə nəzarət edirlər. Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi mövsüm öncəsi çimərlikdə abadlıq və səliqə sahman işləri aparıb. Ərazidə olan soyunma kabinələri və sanitar qovşaqlar təmir edilib, məişət tullantıları üçün nəzərdə tutulan dəmir qablar yenilənib. Hər gün burada deməli çimərlikdə qurtardıqdan sonra burada səliqə sahman işləri aparılır. Artıq zibillər yığışdırılıb, zibil yeşiklərinə yığılır. Burada suyun təmizliyi də daim nəzarət altındadır. Həftədə 2 dəfə olmaqla suyun bakterioloji analizi həyata keçirilir. Hər dəfədə nümayəndə yoxlandıqda, laboratoriya müayinəsi yoxlandıqda suyun analizi, bakterioloji analizi dövlət standartına uyğun gəlir. Yəni 3-dən yuxarı olmur. Qeyd edək ki, Mingəçevir sakinlərinin çimərliyə rahat gedib gəlmələri üçün xüsusi marşrut xətti açılıb. Sakinlər hər gün saat 8-dən 21-ədək bu imkandan yararlana bilirlər. Şahin Qurbanzadə, Vüqar Hacıyev, Mingəçevir.